İllərdir bizə belə bir şey öyrətdilər ki, ölüm anında ürək dayanır, beyin sönür və insan sadəcə olaraq yox olur. Amma elm başqa şeyi sübut elədi. Ölüm anında insanın DNT-sində bir işıq partlayışı baş verir. Ölüm anında insanın bədənində bir işıq partlayışı baş verir. Elmdə buna fotogenik emissiya deyilir. Sanki bədəni nəsə tərk edir. Qədim Misirlilər buna bağ, Tibetlilər isə keçid işığı deyirdilər. İllərlə qədim mədəniyyətlərin bildiklərini elm yeni kəşf etməyə başladı. Bu işıq bədənimizdə qalıcı deyil. O, ölüm anında sadəcə olaraq DNT-ni bir depo kimi istifadə edir və ölümdən sonra bədəndən çıxır. Fizika qanunlarına görə enerji yox olmur. O sadəcə olaraq forma dəyişdirir. Bu bir inanc deyil, bir elmi faktdır. Stres və qorxu işığı nizamsız edir. Minnətdarlıq və fərqindəlik isə bu işığı nizamlı formaya salır. Unutmayaq ki, o işığı hər gün içimizdə böyüdürük. Və sonda o işığın necə parlayıb, necə parlayamayacağı bizim bugün necə yaşamağımızdan asılıdır.